Hər vaxtınız xeyir dayım. Yenə nədən şikayət eləməyə gəlmisiniz? Heç bir şikayətim yoxdur. Açığı desəm bu dəqiqə mənim nə halım var, nə də keyfim var. Niyə, nə olub? Necə kömək edə bilərəm sizə? Açığı mən işləmək istəyirəm. Yaxşı da işləyə bilərəm. Özünüz görmüsünüz də, əsas da sən ki, mən nə qədər də, yəni belə görsənsəm də ruhum çox cavandır. Nə deyib siz eləyim. Amma sadəcə şəxsiyyət vəsiqəm onu demir də, orada başa düşdünüz də başqa şey. Siz işə görə narahatsınız. İş elə burada, Arazda. Arazda 18 yaşından 65 yaşına qədər olan şəxslər üçün iş imkanı var. İndi belə çıxır ki, mənə Arazda iş var. Bəli. Doğruda. Deyirəm dünyanın işinə baxın. Mən biraz bundan qabaq Arazdan şikayət edirdim. Amma Araz məni işə götürdü. Araz məni laf utandırdı. Laf vicdanım sızılladı. Bu sızlayan dəqiq mənim vicdanımdır. Nəysə, işləmək lazımdır. Təşəkkürlər Araz.